Bir qissə nəql eləmək istəyirəm. Həccac ibn Yusufun dövründə İmam Zeynulabidin əleyhissalamın çox dəyərli bir səhabəsi olub. Çox dəyərli səhabəsi. Səid ibn Cübeyr adında. Elə insan olub ki, hədislərdə var, tarixində var bunun əhvalatında. Şirlər gəlib bunun ayağını yalayıb gediblər namaz qılanda. Səid ibn Cübeyr. Çox nəhəng bir insan olub. Amma Həccac ibn Yusuf axırda məlun öldürtdürür bunu. Bacara bilmir. Buna nə deyir? Hazır cavabdır, verir. Xəlifələr barəsində, imamlar var. Uzun bir hekayəsi var. Sözüm onlarda yox. Amir ibn Şəbi adında bir şəxsdir. Deyir, Həccac məni çağırdı. Deyir, bildim ki, bu nəsə xeyriyyə çağırmaz. Durdum, deyir, girdim, yuyundum, quslumu da aldım bir dəfiyə. Hənutumu zadımı, bir dənə deyir, kəfən qaldı. Deyir. Bildim ki, öldürəcək məni də. Hamısı Əhl-i-Beyt tərəfdarı. Durdum, getdim, gördüm ki, Həccac oturub yanında səhabələri ilə bir yerdə. Mən də gəldim, gördüm, yox, bu dəfə Həccacın fikri başqadır. Dedim, xəlifə, nə olub, nə işdir? İşarə elədi ki, o tutduğunuz adamı gətirin. Gətirdilər, deyir, başı aşağı, qolunda, ayaqlarında zəncir qandallayıblar bunu möhkəm. Mən də deyir, bu Səid ibn Cübeyri tanıyıram, amma bilmirəm bu qandallanmış adam budur. Deyir, başı aşağı, Həccac üzün tutdu mənə ki, Amir-i Şəbi. Bax, bu şəxsi ki, görürsən, bu şəxsin bir dənə günahı var. Dedim, xəlifə, nədir bunun günahı? Dedi, bu Həsənlə Hüseyni Peyğəmbərin övladları bilir. Mən bunu gətirmişəm. Əgər Qur'anla isbat eləsə ki, Peyğəmbərin həqiqətən Həsənlə Hüseyn balalarıdır, işim yox. Qur'anla ha. İsbat eləməsə, bax, görürsən də bu cəllatları hazır vəziyyətdə qoymuşam burada. Mən də deyir, elə bu sözü eşidən kimi bir Qur'anı keçirtdim nəzərimlə. Bədbəxt, hardan gətirəcək ayəni, hardan isbat eləyəcək belə? Öz-özlüyümdə deyir, fikirləşirəm. Deyirəm, vay bunun halını. Mən bir cür eləyim, görüm neynərəm. Deyir, başladım Həccaca deməyə ki, axı Qur'anda elə bir ayə yoxdur. Deyir, mən də bilirəm yoxdur. Amma bu ayəni gətirməsə vay bunun halına. Dedim, bəlkə əff eləyəsən, bəlkə. Dedi, gördüm yox, Həccac qəti qərarını verib. Dedim, elə bir açdır onun əllərini, ayaqlarını bir dursun ayağa, bir başını qaldırsın. Deyir, açanda əllərini, ayaqlarını, başını qaldıranda gördüm Səid ibn Cübeyr. İmam Zeynulabidin əleyhissalamdan şəxsən dərs alıb bu adam. İmamın tələbəsidir. Gördüm Səid ibn Cübeyr, balam, şircər bunun ayağının altından yalayıb gedirlər, namaz qılanda buna deymirlər. Bunun o vəziyyətinə Yəhudi alimi dönüb, Xristiyan alimi, üzr istəyirəm, Xristiyan alimi dönüb İslamı qəbul edib. Səid ibn Cübeyrdə bu kəraməti görəndə. Onun bir uzun əhvalatı var. Görəndə ki, şircər gəlib bunun ayağını yalayıb gedirlər, rahib əşhədü ən la ilahə illallah deyir. Bu Peyğəmbərdir, yoxsa imam? Deyir, nə Peyğəmbərəm, nə də imam. Səid ibn Cübeyr deyir, mən İmam Zeynalabidin ağanın tələbəsi. Deyir, hələ sən imamın tələbəsisən, şir sənə hörmət edir. Gör, indi imam kimdir? Qəbul edir İslamı. Deyir, mən baxdım, gördüm Səid ibn Cübeyr, Həccac, ürəyimdə nifrin eləyirəm buna. Sən gör, kimi gətirmisən? Çox deyir, yalvardım, yaxardım, gördüm, yox. Deyir, üzün tutdu buna, dedi, buyur, dəlilüyü gətir. Axı, o zaman deyirdilər ki, Həsənlə Hüseyn Peyğəmbər balaları döyür. Çünki Həsənlə Hüseynin ana tərəfdən nəsli çatır da Peyğəmbərə. Ata tərəfdən çatanda övlad sayılır. Yəni, qızın övladı övlad sayılmır. Oğlun övladı övlad sayılır. Belə bilirdilər. Dedi ki, Səid, gətir ayə, dəlilüyü gətir, görüm sən nə səbəbə görə? Səid bir söz demədi, başını saldı aşağı. İkinci dəfə təkrar elədi Həccac, Səid yenə bir söz demədi. Üçüncü dəfə təkrar eləyəndə başını qaldırdı, Ən'am surəsinin 84-cü ayəsini oxudu. Başqa söz demir, ayəni oxudu. Ayə bundan ibarətdir ki, və vəhəbna ləhu İshaqə və Ya'qub. Biz verdik ona, kimə? Həzrəti İbrahimə. Deyir, bir Həzrəti İbrahimə verdik. İshaqı, Ya'qubu, kullən hədəyna, hamısını da hidayət eləmişik. Və Nuhan hədəyna min qəbl, Nuhu da bundan qabaq hidayət eləmişdik. Və min zurriyyətihi, deyir, biz İbrahimə İshaqla Ya'qubu qərar vermişik, bəxş eləmişik. Və min zurriyyətihi, İbrahimin övladlarındandır. Kim? Davud və Süleyman və Əyyub və Yusuf və Musa və Harun və kəzalikə nəzzil muhsinin. Bu Peyğəmbərlər İbrahimin övladlarındandır. Deyir, ayəni saxlayır burada. Səid ibn Cübeyr imam tələbəsidir ya. Baxır, deyir ki, Həccac, ayənin davamını oxu görüm. İstəyir, dilindən alsın. Ayənin davamın bu cür deyir. Və Zəkəriyya və Yəhya və İsa və İlyas və kullum minəs salihin. Dedi, nə? İsa, belədir də, Zəkəriyya, Yəhya, Quran ayəsidir. İsa dedi, bəli, İsa. Dedi, onda belə çıxır ki, İsa İbrahimin övladlarındandır. Sayır axı, gəlir İsa'nın da adını çəkir orada. Ən'am 85-də. Deyir, Həzrəti İbrahimin övladlarındandır İsa. Özdə, gör İbrahim hara, İsa hara.
Yəni fasilə çoxdur axı. Neçə əsr yoxlasın, fasilə var arasında. Amma deyir İsa'nın atası kim olub? Həccac. Baxır, deyir onun atası olmayıb axı. Deyir onda belə çıxır ki, ana yolu ilə gedir çatır da İbrahimə, Həzrəti İsa'nın nəsli. Bundan belə Allah Quranda İsa'nı İbrahimin övladı bilir o qədər fasilə ilə. Ata da yoxdur. Sən deyirsən mən Həsənlə Hüseyni bir vasitə ilə peyğəmbər balası bilmiyim? Bir keçmədə o qeyrətsizin qeyrətə gəlməyindən Həccaca burada bir qeyrət gəldi. Dedi gətirin buna 100 dinar qızıl pul verin. Səid ibn Cübeyr alır qızılları çıxır bayıra. Deyir Amir Şəbi deyir mən Quranı 100 dəfə oxumuşdum. Heç belə bir şeyə rast gəlməmişdim. Mən dedim bunda sirlər var. Gedim bəzi ayələrin cavabında bundan öyrənim. Deyir gəldim deyir məscidə sübh vaxtı idi. Gördüm Səid ibn Cübeyr yığıb cəmaatı başına fəqirləri 10 dənə dinarları sayır, verir. Paylayır. 10 eləyir, verir. Deyir gəldim yaxınlaşdım dedim Səid niyə belə eləyirsən? Dedi ki bu pulları mən özüm qazanmamışam axı. Həsənlə Hüseynin bərəkətinə görə mənə gəlir. Onların vasitəsilə mən hidayət oldum heç. Şah ola, Həccac kimi mənə dinar verə bu tarixdə görünməyir. Bu Həsənlə Hüseynin bərəkətidir. Amma Amir orada qəmlənmişdi Səidin halına. Deyir Amir, amma bir nəfəri qəmləndirsək də maşallah 100 nəfəri sevindirdi ya. Yəni sən orada qəmləndin, amma əvəzində mən 100 nəfəri Allahın Həsənlə Hüseynin bərəkətinə sevindirdi. Yəni bu işlər hamısı Əhl-i Beytin vasitəsi iləndir. Əhl-i Beytin bərəkəti iləndir. Bir elə bunların bərəkəti iləndirsə, Allahındısa, Allah yolunda bunu xərc elə ta möminlər ülfət tapsın, möminlər bir-birinə mehriban olsunlar. Allah bax buna xatir infaqı Qurani-Kərimdə bizə tövsiyə